Bu müharibəyə qədər, yəni Amerika-İsrail cütlüyünün İrana hücumlarından öncəyə qədər İran hər gün 1,5, 1,6 milyon barel neft satırdı və bunun müqabilində təxminən bir 150-160 milyon dollar hər gün pul qazanırdı. Bu müddət ərzində İran artıq bu gəlirdən demək olar ki, məhrum olubdur. İndi orada hansısa bir yolla bir dənə, iki dənə tanker çıxarda bilirlərsə, bu müddət ərzində gündə, əgər onu da çıxarda bilirlərsə, bu bir başqa məsələdir, amma bütövlükdə bu ixrac dayanıbdır və təbii ki, bu qədər maliyyə mənbəyindən məhrum olubdur İran. İranın bölgə ölkələri, yəni Körfəz ölkələrinin durumu, Körfəz ərəb ölkələrinin iqtisadiyyatı praktik olaraq neftlə, qazla bağlıdır. 80% neftlə, qazla bağlıdır. Yəni təsəvvürə gətirin ki, bu ölkələrin nefti, qazı satılmasa, bunların büdcələrinə başqa yerdən gələcək pul onların ehtiyaclarının bir 20%-ni təmin edə bilər. 80% neftdən, qazdan gəlir. İran daxil Körfəz ölkələrinin neftdən və qazdan dolayı ticarətinin 80%-i Fars körfəzi vasitəsilə həyata keçirilir. İran daxil 80%-i. Yəni bax, bu ölkələrin hamısının, üstəgəl cəmisi hamısı İran qarşı, hamısı bir 6 ölkədir də. Bunların hamısının təxminən durumu bugün çox acınacaqlı bir haldadır. Ona görə məsələnin dünya iqtisadiyyatına, bu problemin dünya iqtisadiyyatına necə təsir edəcəyi və boğazdan dünyanın ehtiyacı olan neftin 20%-ə qədərinin çıxması, yəni bir gündə təxminən 20 milyon barel neftin çıxması. Dünya neft bazarında bəzən 500 min, 600 min, 800 min, 1 milyon barel neftin aşağı-yuxarı olması qiymətləri yetərincə oynada bilir, yəni yetərincə volatillik əmələ gətirə bilir qiymətlərdə. Birdən-birə təsəvvürə gətirin ki, 20 milyon barel neftin özdə bir gündə yox, 10 gündə yox, 40-45 gündə bazara daxil olmaması nə deməkdir? Və bir qədər öncə Trump'ın bir qərarı oldu, Amerikanın rezervlərindən, yəni ehtiyatda olan neftindən 172 milyon barel bazara çıxarıldı ki, hardasa bazarda bir qədər, belə deyək də, yumuşaldıcı bir addım atılsın. Yəni o itkini müəyyən qədər kompensasiya eləsinlər. Bu da təxminən bir 5 günə, 6 günə çatsın, 10 günə çatsın. Bundan artıqdan çatan deyil. Ona görə bugün dünya iqtisadiyyatının artıq beynəlxalq araşdırmacıların, beynəlxalq maliyyə institutlarının verdiyi proqnozlara görə artıq dünya iqtisadiyyatında 0,4-0,5% geriləmə var.